Deməli mən Moskvadayam. Artıq 3-4 gündür buradayım. Bura çox istidir. 28-30 dərəcə hardasa isti var. Dünən də 28 idi, bugün də 28. Aşağı 30, 100 idi. Oy, 30 idi. Amma mən burada lüt adamlar görmədim. İsti deyib də lüt gəzənlər görmədim. Müğənni Nadir Qafarzadə bəzi sosial media istifadəçilərini sərt tənqid edib. İfaçının Instagram hesabında yayımladığı videoda danışıb. O, sosial mediadan istifadə edən şəxslərin çoxunun etik normalara riayət etmədiyini vurğulayıb. Hazırda Moskvadayam, hava da istidir. Amma burada hava isti olsa da lüt gəzən insanlar görmədim. Lakin bizdə yay gəlməmiş, insanlar artıq soyunmağa başlayırlar. Çox maraqlıdır, niyə belədir? Sosial şəbəkələrə baxanda elə bilirsən ki, ən abırsız və həyasız insanlar Azərbaycandadır. Yaxşı insanlardan isə əsər əlamət yoxdur. Nə baş verir? Kişi həkimlərinə baxıram. Hər şeyə açıq-aşkar danışırlar. Siz kişisiniz, sözünüz var. Pasiyenti otağınıza çağırın və lazım olanı orada deyin. Ayıbdır axı. Bəzi Azərbaycanlılar üçün sosial şəbəkələrdə abır sadəcə söz olaraq qalıb. Halbuki abır insanı gözəlləşdirən xüsusiyyətdir. Bu müasirlik deyil, hər şeyin həddi aşılır. Allaha and olsun, bəzi xristiyan qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar. Kimə güldüksə, sonda o vəziyyət bizim başımıza gəldi. Allah sən bizi bağışlama, günahımız çoxdur.